Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bugün sizlər üçün hazırladığımız ümumi sınaq suallarının izahına baxacağıq. İlk sualımızla başlayırıq. Sualımızda deyilir, bir-birindən 350 metr məsafədə yerləşən iki cismin sürətlərinin proyeksiyasının zamanın asılı qrafikləri verilmişdi. Görüşənə qədər birinci cismin yer dəyişməsini hesablayın. Deməli, müəllimlər, bu məsələni əyani təsvir eləmək üçün əvvəlcə belə eləyək. Deməli, fərz edək ki, bir düz xətt üzrə, yəni hər hansı bir x ox istiqamətində, çünki qrafikdən görürük ki, hərəkət x ox istiqamətindədir. O x istiqamətindədir, çünki hər ikisində sürətin proyeksiyası müsbətdir. Görüşənə qədər deyir, deməli, iki cisim müəyyən bir sürətdən hərəkət edir. İndi bir incə məqam ondan ibarətdir ki, burada diqqətli olmaq lazımdır ki, arxada hərəkət edən cisim birinci cisim olmalıdır. Çünki bunun sürəti daha böyük olmalıdır ki, bunlar görüşə bilsin. Əgər bunu biz səhvən diqqətsizlik eləyib tərsinə qoysaq, ikini arxada, biri öndə onlar görüşə bilməz təbii ki. Ona görə də deməli V1 7-dir, V2-miz 2-dir, 2 metr bölü saniyə ilə hərəkət edir. Onda baxın və bizə deyir ki, bir-birindən 350 metr məsafədə, hal-hazırda onlar arasındakı məsafə 350 metrdir. Görüşmək məsələlərində hamısında biz koordinatları bir-birinə bərabərləşdirirdik. Yenə də eyni şəkildə birinci cisim üçün koordinat təmini yazsaq, deməli qeyd eləyək buradan x1 bərabərdir. Birinci cisim sanki olduğu nöqtəni koordinat başlanğıcı qəbul edək və bərabər sürətlə hərəkət elədiyi üçün 7t qanunu ilə. İkinci cisim isə ondan 350 metr məsafədə öndə olduğu üçün 350 plus 2t yazaram və koordinatları bir-birinə bərabərləşdirərik. 7t bərabərdir 350 plus 2t. Buradan alarıq ki 5t 350-yə bərabərdir. T isə deməli 70 saniyəyə bərabərdir. Deməli 70 saniyə sonra cisimlər görüşür. Bizə deyir ki, birinci cismin yer dəyişməsinə qədərdir. Birinci cismin sürəti 7 olduğu üçün yer dəyişməsini hesablamaq üçün 70 vurulsun 7. Deməli 490 metr alarıq. Düzgün cavabımız Y variantı. Növbəti məsələmizdə deyilir ki, dəyişən cəryan dövrəsindəki elementlərin müqavimətləri uyğun olaraq R 20, XC 10, XL isə 40 ohmdur. Dəyişən cəryanın periyodunu necə dəyişmək lazımdır ki, ampermetrin göstərişi maksimum olsun? Deməli, müəllimlər, biz bilirik ki, dəyişən cəryan dövrəsində XL, XC və R müqavimətləri bu şəkildə yönəlir. Baxın, bura XL yazsaq, bura XC, buna isə R yazsaq, yəni əvəzləyici müqaviməti Z-i tapmaq üçün XL-dən XC-ni çıxmalıyıq, R kvadratında üzərinə gəlməliyik. Yəni R kvadratı plus XL minus XC kvadratı kök altında. Cəryanın maksimum olması nə deməkdir? Müqavimətin minimum olması. Müqavimət nə vaxt minimum olar? Buradakı toplananımız 0 olsa. Nə vaxt 0 olar? XL, XC-yə bərabər olsa. Deməli, dəyişən cəryan dövrəsində cəryan şiddətinin maksimum olması üçün induktiv müqavimət tutum müqavimətinə bərabər olmalıdır. İndi bu şərt bizə aydın olandan sonra məsələ daha sadə forma alır. XC-ni bizə düsturunu bilirik. 1 bölünsün omega C-dir və bizə bunu 10 ohm olaraq veribdir. XL-i isə omega L, bunu isə 40 ohm veribdir. Biz omegaları atsaq, XC üçün alaram ki, T bölünsün 2 pi bölünsün C. XL isə 2 pi L bölünsün T. Müəllimlər, diqqət eləsək, tutum müqaviməti periyodla düz asılıdır. Amma induktiv müqavimət daha doğrusu periyodla, induktiv müqavimət isə periyodla tərs asılıdır. Tutum müqaviməti periyodla düz, induktiv isə tərs asılıdır. Onda biz deyə bilərik ki, hər ikisinin göstərişləri hal-hazırda biri 10-dur, biri isə 40-dır. Təbii ki, biz bir düstura baxaraq hərəkət edə bilmərik. Dəyişən cəryanın periyodunu dəyişən kimi həm XL dəyişir, həm XC. Yəni, məsələyə deyə bilmərik ki, biz XC-ni 4 dəfə artırsam XL-ə bərabər olar. Çünki XC 4 dəfə artırmaq üçün periyodu 4 dəfə artıran kimi XL 4 dəfə azalar və 10 olar. Onda yenə də biri 40, biri 10 olar və cəryan şiddəti maksimum olmaz. Bunun üçün nə etməliyik? Periyodu biz əgər 2 dəfə artırsaq, onda XC də 20 olar.
Periodu 2 dəfə artırsaq, XL də 2 dəfə azalar, bu da 20 olar. Deməli, düzgün cavabımız olmalıdır A variantı. Növbəti sualımızla davam edirik. Sualımızda deyilir: kütlələri 400 qram və 100 qram olan cisimlər tərpənməz blokdan asılmışdır. H7 metr, H1 7 metr, H2 1 metr olarsa, sərbəst buraxıldıqdan nə qədər müddət sonra cisimlər yerdən eyni hündürlükdə olar. Deməli, burada neyniyək? Burada ilk öncə cisimlərin kütlələrini, deməli, bu 0,4 kiloqram, bu isə 0,1 kiloqramdır. Və yerdən olan hündürlüklərini H1, bura 7 metrdir, bura isə 1 metrdir. Nə qədər müddət sonra yerdən eyni hündürlükdə olar deyilir. Deməli, müəllimlər, bu tərpənməz blok olduğu üçün burada bilməliyik ki, ipin bir qolu nə qədər yuxarı qalxırsa, məsələn M2 tərəf nə qədər yuxarı qalxırsa, M1 də o qədər düşməlidir və səviyyə eyniləşməlidir. Onda M1, baxın, 3 metr yuxarı qalxsa, daha doğrusu M2 3 metr yuxarı qalxsa, M1 də 3 metr aşağı düşsə, hər ikisi yerdən 4 metr hündürlükdə olar. Deməli, bizə lazım olan məsafə 3 metrdir. Onda hərəkət təcili gördüyümüz kimi burada sistem müəyyən bir təcillə hərəkət eləyir. Bildiyimiz kimi M1 minus M2 bölünsün M1 plus M2 vur J düsturundan yaza bilərik 0,4 minus 0,1 bölünsün 0,4 plus 0,1 vurulsun 10. Burada nə alırıq? 0,4-dən 0,1 çıxdım 0,3, 10'a vurdum 3. Bölünsün 0,5, bu isə bizə 6 metr bölü saniyəni verir. Deməli, sistem 6 metr bölü saniyə kvadratı təcillə hərəkət eləyir və burada sərbəst buraxıldıqdan o deməkdir ki, S bərabərdə AT kvadratı bölü 2 başlanğıc sürət yoxdur. Buradan müəllimlər T-ni tapsaq, nə yaza bilərik ki, T bərabərdir 2S bölü A kök altında. 2S nə elədir? 2 dəfə 3, 6 bölünsün 6, bu isə bizə 1 saniyəni verir. Düzgün cavabımız B variantı. Dördüncü məsələmizdə deyilir: bərabər bölməli və ağırlıqsız çubuq, ağırlığı P olan cisim və ağırlığı bilinməyən bloklar vasitəsilə şəkildəki kimi tarazlıqdadır. Buna görə X blokunun ağırlığı neçə P-dir? Gəlin ilk öncə belə eləyək. Burada biz deməli ağırlığı bilinməyən blok dediyi üçün deməli blokun ağırlığı nəzərə alınır. Biz bunu hər hansı bir J ilə ifadə edək. Baxın, bloklar ağırlığını hər ikisini J göstərək. Və burada deməli çubuq gördüyümüz kimi bir buradan bura T yazıram və digər tərəfdən də bir gərilmə qüvvəsi ilə dartılıbdır. Belə sistem görəndə biz nə edirdik? İplərdən birinə dayaq kimi baxsaq, bura dayaq kimi baxsam, onda yazaram. P-nin, deməli bu çubuğu P-nin qolu 1 dama bərabər olmalıdır. T-nin qolu baxın 1, 2, yəni dayaq X qoyduğum yer dayaqdır. Ora qədər məsafə 2T yazıram. Buradan alaram ki, T bərabərdir P bölü 2. Yəni T yazdığım yerə P bölü 2 yazıram. Bura. İndi bura baxın, P bölü 2 yazan kimi nə baş verir? Aşağı doğru çubuğu P dartırsa, yuxarı doğru da P olmalıdır. Bir də buradan iplə asılıbdır. Deməli, burada P bölü 2 olmalıdır. İndi ipi izləyirəm. Görürəm ki, bu ip, baxın, eyni bir ipdir. Belə gəlirəm, hər yeri eynidir. Deməli, hər yerinə P bölü 2 yazmalıyam. Burada P bölü 2, burada P bölü 2. İndi baxın, müəllimlər, yuxarı P bölü 2, P bölü 2. Blokdan gedir söhbət, X blokundan. Aşağı nə var? Aşağı J var, bir də P bölü 2 var. İkisi də aşağı dartır. Aşağı dartanlar yuxarı dartanlara bərabər olmalıdır. Yəni, buradan ümumi yuxarı P-dirsə, aşağıda da P olması üçün J bərabər olmalıdır, o da P bölü 2. Yəni, düzgün cavabımız A variantı. 5-ci məsələmizdə deyilir ki, şəkildəki kimi bağlanmış ideal transformatorların girişinə O1 gərginliyi verildiyində, çıxışda O2 gərginliyi əldə olunursa, O1-in O2 nisbəti nə qədərdir? Bir neçə transformator görürüksə, müəllimlər, baxın, saylar, burada 3 dənə transformator var.
Birinci onu demək istəyirəm ki, bu hissəni qarışdırmayaq. Bura transformator deyil. Yəni burada baxın, eyni deyək ki, sarğac da burada dolanıbdır. Bir tərəfə də gəlir digər transformatorun digər dolağına dolanıbdır. Ona görə hər iki dolaqdakı gərginliklər burada eynidir. Yəni say nə olur olsun. Şəkildə 3 transformator var. Bildiyimiz kimi transformatorda U1/U2 N1/N2-yə bərabərdir. Baxıram, birinci transformatorda birinci dolaqdan ikinciyə keçəndə sarğı sayı 2 dəfə artırsa, birinciyə gərginliyi U1 desəm, ikinciyə də 2U1 deməliyəm. 2 dəfə artmalıdır. İndi nə dedik bayaq? Yəni keçid hissədə 2U1 burada. Yəni saya baxmırsınız. Nə yazmışıq? Eynisini yazdıq. 2U1. İndi ikinci transformatora keçdim. İkinci transformatorda 1/5 dəfə ikinci dolaqda, 1/5 dəfə birinci dolaqdan say artıqdır. Sarğı sayı artıqdır. Onda burada yazmalıyam 3U1. Çünki U-ların nisbəti N-lər nisbətinə bərabər olmalıdır. Yenə baxın, aralıq keçid hissədir. Burada saya baxmadan 3U1 yazıram. İndi nəyə baxıram? Saya baxıram. 4N buradadır, N burada. Yəni 4 dəfə azalıbsa say, 3U1 də 4 dəfə azalmalıdır. Yəni 4-də 3U1. Hansıdır? U2. U2 bərabərdir. 4-də 3, U1 aldıq. Bizə deyir ki, U1-in U2-yə nisbəti, onda 4-ün 3-ə nisbəti olmalıdır. Sualımızın düzgün cavabı B variantı. Növbəti sualımızla davam edirik. Sualımızda deyilir, üfüqi yolda hərəkət edən cisimlərin kinetik enerjilərinin məsafədən asılı qrafikləri təsvir olunub. Cisimlərə təsir edən əvəzləyici qüvvələrin F1 bölünsün F2 nisbətini hesablayın. Deməli, diqqət eləsək, enerji dəyişməsini görə bilirik qrafikdən və gedilən yolu. O dəqiqə bizim ağlımıza gəlməlidir kinetik enerji haqqında teorem. Yəni, əvəzləyici qüvvənin gördüyü iş bərabərdir kinetik enerji dəyişməsinə. Əvəzləyici qüvvəni Fs yazsaq, Fs bərabərdir, deməli, delta Y kinetik yaza bilərik. İndi gəlin bunu hər biri F1 və F2 üçün tətbiq edək. Yazıram, F1 vurulsun, F1 qüvvəsi baxın 2S qədər yol gedir. Bu zaman kinetik enerji nə qədər dəyişir? 4Y-dən 0-a. Deməli, 4Y qədər dəyişir. F2 qüvvəsi üçün yazsam, F2 vurulsun, nə qədər yol gedir? 3S qədər. Enerji dəyişməsi nə qədər olur? 4Y-dən Y-yə, yəni 3Y qədər. Onda hər tərəfini tərəf-tərəfə bölsək, alarıq 2F1 bölünsün 3F2 bərabərdir 4 bölünsün 3. Buradan F1 bölünsün F2 bərabərdir. Deməli, F2 12-yə vurulur, F1 6-ya vurulur. Cavab 2. Düzgün cavabımız A variantı. 7-ci məsələmizdə deyilir, cisim iplə bağlanaraq şəkil 1-dəki kimi tarazlıqda saxlanılıb. Sərbəst buraxıldıqdan sonra cisim şəkil 2-dəki vəziyyəti alarsa, onun kütləsini hesablayın. Müəllimlər, bu tipli məsələlərdə haradakı iplə bağlanmayıb, cisim özü öz başına necə dayanıbsa, məsələnin ipucu oradan başlayır. Yəni, şəkil 2-yə baxıram ki, cisim maye daxilində üzür, tarazlıqdadır. Onda nə deyirdik? Ağırlıq qüvvəsi, yəni mg, Arximed qüvvəsinə bərabərdir. Baxın, hər bir hissə bərabər bölgülüdürsə, deməli, bunun da bizdə məsələdə əhəmiyyəti var. Hər bir hissəni bir V desəm, mg nəyə bərabərdir? 2 dənə Romaye VJ-yə. Söhbət ikinci şəkildən gedir. İndi birinci şəkilə baxıram. Yuxarıdan bağlanan ip üçün necə yazırdıq? T bərabərdir. Ağırlıq onu daha çox gərdiyi üçün mg-f Arximed yazıram. Onda T bərabərdir mg minus. İndi şəkil 1-ə baxın müəllimlər. Orada nə qədər batıb? 1 dənə V-si. Yazıram Romaye 1 dənə VJ. Baxın əvəzləməmizə. 2 dənə Romaye VJ mg-dirsə, 1 dənə Romaye VJ mg böl 2-dir. Onda yazaram T bərabərdir mg çıx mg böl 2. Bu da elədir mg böl 2. Bunu bizə T-ni 20 Newton veribdir. 20 yazsam, mg-ni 40 Newton alaram. Deməli, cismin kütləsi 4 kiloqram imiş. Düzgün cavabımız Y variantı. Növbəti məsələmizdə deyilir, kütləsi 12 kiloqram olan K cismi mayenin səthində tarazılıqdadır. Onun üzərinə hansı kütləli X cismi qoymaq lazımdır ki, tamamilə mayeyə batsın. Hissəciklərin həcmi eynidir. Yenə bayaq dediyimiz qaydanı burada da tətbiq edirik. Sərbəst halda olan şəkil A şəkli bizim üçün ipucudur. Yəni, burada baxıram ki, cismin ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir və yenə hər bir hissəyə bir V deyirəm.
Neçə dənə V batıbdır A şəklində? Bir dənə yazıram Romaye VJ. Və bizə deyir ki, kütləsi 12 kiloqramdır K cisminin. Onda ağırlıq qüvvəsi də 120 Newton olar. Bu bizim əvəzləməmiz bizə lazım olacaq. Şəkil B-yə baxıram. İndi cisim tarazılıqdadır. Ümumi ağırlıq qüvvəsi nə qədərdir? K-nın ağırlıq qüvvəsi plus X-in ağırlıq qüvvəsi. K-nın ağırlığı 120 Newtondur. X-in ağırlığını bilmirəm. Fx bərabərdir Arximed qüvvəsinə. Nə qədər həcmdə cisim batıb maye? 3 dənə V yazıram. 3 Romaye VJ. Baxın, buradan 120 plus Fx bərabərdir. Bir dənə Romaye VJ 120-dirsə, 3 dənəsi 360 Newtondur. Oradan Fx-a taparıq. 240 Newton. 240 Newton deməli 24 kiloqramlıq kütlənin ağırlıq qüvvəsidir. Düzgün cavabımız Y variantı. 9-cu məsələdə deyilir. Eyni həcmli iki balonda eyni kütləli və temperaturlu helium və neon qazlar var. Qaz molekullarının orta kvadratik sürətləri arasında doğru münasibət hansıdır? Orta kvadratik sürət düsturumuz kök altında 3RT/M. Gördüyümüz kimi molyar kütlənin kvadratik tərs asılıdır. Orta kvadratik sürət. Onda yazaram. V helium bölünsün V neon bərabərdir kök altında M neon böl M helium. Neon 20, helium 4 kök altında 5. Yəni helium neondan kökdə 5 dəfə böyükdür. Düzgün cavabımız C variantı. 10-cu məsələdə deyilir ki, kondensator müqaviməti L olan rezistorla paralel qoşularaq elektrik hərəkət qüvvəsi epsilon daxili müqaviməti kiçik L olan sabit cəryan mənbəyinə qoşulmuşdur. Kondensatorun lövhələri arasındakı məsafə D olarsa, onun lövhələr arasındakı elektrik sahəsinin intensivliyi hansı ifadə ilə təyin olunur? Kondensatorun lövhələri arasında sahə intensivliyi Y bərabərdir, U bölünsün D və U bərabərdir epsilon R bölünsün. R plus R ifadəsini, baxın, gəlib bu düsturda yerinə yazsaq, onda biz düzgün cavabın Y variantı olduğunu alarıq. 11-ci məsələmizdə deyilir ki, Porşenin altındakı buxarın izotermik genişlənməsi qrafiki diaqramda verilmişdir. Bir halında buxarın sıxlığı R'dursa, iki halında buxarın sıxlığı nəyə bərabərdir? Deməli, bir halında sıxlıq R'dur. Müəllimlər, baxın, bu qırmızının rənglədiyim hissədə buxar doyan haldadır. Çünki həcm dəyişsə belə, izotermik prosesdə deməli, təzyiq dəyişmir. Deməli, təzyiq dəyişmirsə, konsentrasiya və sıxlıqda dəyişmir. Mən gəlib bu nöqtə üçün də sıxlığı Rho yazaram. Amma artıq 2 nöqtəsinə qədər olan, baxın, göylə işarə elədiyim bu hissədə buxar doymayan haldadır. Yəni, ideal qaz qanunlarına tabidir. Həcm 2V0-dan 6V0-a qədər, yəni həcm 3 dəfə artırsa, müəllimlər, həcm 3 dəfə artırsa, onda sıxlıq 3 dəfə azalmalıdır. Yəni 2 nöqtəsində sıxlıq Rho bölünsün 3 olmalıdır. Düzgün cavabımız D variantı. Növbəti sualımız da nəzəri sualdır və məsələdə deyilir ki, yüklənərək mənbədən ayrılan müstəvi kondensatorun gərginliyinin elektrik tutumundan asılı qrafiki. Mənbədən ayrılan deyirsə Q konstantdır. Onda biz U bərabərdir Q böl S düsturundan alarıq ki, gərginlik tutumla tərs mütənasib asılıdır. Düzgün cavabımız Y variantı. 13-cü məsələdə deyilir ki, izobar və izoxor proseslərdə sabit kütləli bir atomlu ideal qazın daxili enerjisinin dəyişməsinin qaza verilən stili miqdarından asılı qrafiki verilmişdir. 1 və 2 nöqtələr üçün qazın daxili enerji dəyişməsinin qiyməti nəyə bərabərdir? Müəllimlər, qrafik əvvəlcə analiz eləməyi bacarmalıyıq. Yəni, bilməliyik ki, izobar, izoxor 2 dənə proses var. Hansı prosesdə daxili enerji daha çox dəyişir? Yəni, mən 2-yə hansı qiyməti, 1-ə hansı qiyməti yazmalıyam? İzoxor prosesdə iş görülmədiyinə görə daxili enerji dəyişməsi delta O elə istili miqdarının özünə bərabərdir. Yəni, ən çox dəyişmə bu halda mövcuddur. Deməli, 2 qrafik izoxor prosesi uyğundur və 200 joule bərabərdir. Çünki 200 joule istilik verilibdir. Bir qrafiki izobar prosesdir. İzobar proses üçün nə deyirdik müəllimlər? Delta O bərabərdir 0,6 Q. İstilik miqdarının 0,6 hissəsi, yəni 0,6-nı 200-ə vursam 120 joule-da bir nöqtəsi üçün alaram. Düzgün cavabımız A variantı.
14-cü məsələdə deyilir ki, dairəvi cəryanın daxilində hərəkət edən elektrona verilmiş anda cəryanın yaratdığı maqnit sahəsi tərəfindən təsir edən Lorentz qüvvəsinin istiqamətini tapın. Müəllimlər, baxın, dairəvi cəryanın daxilində yüklü zərrəcik var. Mən yüklü zərrəciyə təsir edən qüvvəni bilmək üçün əvvəlcə bilməliyəm ki, o hansı istiqamətə gedən B sahəsinə yerləşdirilibdir. Yəni, bu şəkildə olan, baxın, dairəvi cəryanın müsbət bura, mənfi bura. Sağ əl qaydasından 4 barmağımızı müsbətdən mənfiyə, baxın, barmağımızı sanki bu barmaqlarımızı belə büksək, 4 baş barmağımız diqqət edin bizə tərəf gəlir. Bizə tərəf gəlmək nə deməkdir? Nöqtələr. Burada B nöqtələrdir. İndi sol əl qaydasında bura nöqtələri yazdıqmı? İndi artıq halqa bizə lazım deyil. Mən görürəm ki, mənə doğru gələn B var. Sol əlimi ilə tuturam ki, ovcuma daxil olsun. Əlimin üstünü görürəm. 4 barmağı V-nin hərəkətinin tam əksinə yönəldirəm. Yəni, əlimiz sanki belə yerləşməlidir burada. Baxın, söhbət sol əldən gedir. Yəni, V yuxarıdır, mən 4 barmağımı amma aşağı tutmalıyam. Çünki mənfi yükün hərəkətinin əksinə. Və əlimin üstünü görürəm. Bu zaman baş barmağım Lorentzi göstərir. F, Lorentz. Bu C variantıdır. Düzgün cavabımız C variantı. 15-ci məsələdə deyilir ki, naqillərin hər birinin O nöqtəsində yaratdığı maqnit sahəsinin induksiya vektorunun modulu B-dir. Həmin nöqtədə yekun maqnit induksiya modulunu hesablayın. Müəllimlər, düz cəryanlı naqildir. Belə deyək də, buna 1 naqil edeyim, buna 2 naqil edeyim. İndi 1 naqilinə baxıram. 1 naqilində cəryan məndən şəkil müstəvisinə gedir. Sağ əlimin baş barmağını məndən şəkil müstəvisinə tuturam və sanki bir çevrə cızacam. Çevrənin mərkəzi cəryanın naqil olacaq. O nöqtəsindən keçən çevrə, baxın, belə. Sanki beləsi bir çevrədir. Birini ətraflı izah edeyim, o birini artıq başa düşəcəyik. Bu şəkildə. 4 barmağımız necə fırlanırsa, toxunanı O nöqtəsində o cür çəkirəm. Toxunanı, deməli, 4 barmağım kimi çəkirəm. Baxın, belə. Belə. Bu nöqtədə belədir. Eyni qaydada, artıq digərini də bu qaydada izah edəcəm. Yəni, deyək ki, indi ikinci cəryan naqilə baxıram. Mənə doğru gələn cəryan var. Sağ əlimin baş barmağını mənə doğru yönəldirəm. O nöqtəsində 4 barmağım. Toxunanı bu şəkildə olur. Yəni, cızdıq çevrənin toxunanı bu şəkildə. Bizə deyir ki, indi hər birinə B desək, əvəzləyici nə olar? Baxın, bu əvəzləyici. Mənlə hər birinə B desək, onda buradakı əvəzləyici kök altında 2 B olar. Necə taparıq? Təxmini belə paralleloqram qururduq. Paralleloqramın diaqonalı idi. Bura B idisə ədədi qiymətcə burada B-dir. Onda düzbucaqlı üçbucaqdan, yəni bunu Pifaqor teoremi ilə tapmaq olur. Düzgün cavabımız C variantı. 16-cı məsələmizdə deyilir ki, sürtünmələrin nəzərə alınmadığı sistemdə sərtlik əmsalı 90 Nm olan bir cins yaylarla şəkildəki kimi bağlanmış sistem harmonik rəqs hərəkət edir. Buna görə cismin harmonik rəqs hərəkət periodu neçə saniyədir? Müəllimlər, şəkili bu cür gördüksə, cisim yayların ortasında qalıbsa, belə. Aşağıda da yay var, yuxarıda da. Ya da bunu belə də göstərirdik. Burada bir yay, burada bir cisim, təzdən burada bir yay. Bu cür, yəni cisim yayların ortasında qalıbsa, bu yaylara paralel birləşmə kimi baxılır. Yəni, baxın, K, onsuz da paraleldir, bunu görürük. Amma aşağıdakı K da bunlara paraleldir. Həmişə bunu bu şəkildə yadımızda saxlayaq. Paralel birləşmədə necə yazırdıq? K paralel bərabərdir. N vur K'dır. Burada 4 dənə var deyə bunu yazırıq 4K. Yəni 4'ü 90'a vurdum. 360 Nm ümumi K'dır. Artıq məsələ daha sadə forma aldı. Kütləni 10 verib, periyod düsturunu da bilirik. 2pi kök altında M böl K'dan 2pi 6 elədi. 10'u 360'a böldüm. 36'da 1, kökdən çıxdı 6'da 1. Yəni düzgün cavab 1 saniyə A variantı olmalıdır. 17-ci məsələdə deyilir ki, sürtünmələrin nəzərə alınmadığı sistemdə hərəkət edən 25 qram kütləli mərmilər sükunətdə olan 950 qram kütləli taxta parçasına, taxta bir cismə şəkildə göstərilən istiqamətlərdə dəyir və içinə batıb qalır.
Kütlə itkisi nəzərə alınmadığına görə ortaq kütlənin sürəti nə qədərdir? Müəllimlər, məsələnin mənasına fikir versək görərik ki, güllə taxtaya dəyir, taxtanın içində qalır. Necə toqquşmada? Qeyri-elastik. Yəni ayrı-ayrı cisim kimi hərəkət eləmir ki, üçü də bir cisim kimi hərəkət eləyir. Ona görə də məsələ qeyri-elastiki toqquşmaya aiddir. İmpulsun saxlama qanununa görə toqquşmadan, partlayışdan fərqi yoxdur. Əvvəl ümumi impulsumuz nə qədər idisə, P ilk, P sona bərabər olmalıdır. Burada hansı cisimlərin impulsu var? Əvvəlcə onu müəyyən eləyək. Baxın, 25 qram kütləli cismin impulsu budur. Onu qeyd edeyim ki, müəllimlər, bu perpendikuləri nəzərə almırıq. Çünki hərəkət istiqaməti deyil o. Yəni, hərəkət üfüqi istiqamətdədir və bu şaquli olduğu üçün şaquli proyeksiya sıfırdır. Şaquli oxun, impulsun, sürətin, x oxu üzrə proyeksiyası təbii ki sıfırdır. Ona görə bunu heç vaxt nəzərə almırıq bu tipli məsələlərdə. Yəni, cismin impulsu, hərəkət verən impuls, hərəkətdə iştirak edən impuls, baxın, budur. Üfüqi impulsdur. Və digər, deyək ki, aşağıda olan 25 qram kütləli cismin impulsu budur. Hərəkətdə, taxta parçası sükunətdədirsə onun impulsu yoxdur. Yəni, bizdə burada, baxın, P1, P2 nə qədər idisə, P1 plus P2 nə qədər idisə, P son o qədər olmalıdır. İndi gəlin P1-i tapaq, görək P1 nə qədər imiş. Buradan yaza bilərik ki, müəllimlər, MV, yəni M 0,125, daha doğrusu 0,1025 kiloqrama çevirdim, vurulsun 100. Bu elədi mi 2,5? 2,5 vurulsun kosinüs 53. P1 kosinüs proyeksiyasını tapıramsa, kosinüs 0,6 alır. 2,5 vur 0,6. Deməli, bu eləyir 1,5. Deməli, yuxarıdakı güllənin x oxu əksinə proyeksiyası 1,5-dir. İndi aşağıdakına baxaq. Aşağıdakı 0,025 vur 60. Elə bu da 2,5 vur 2,5 vur 60. Bu da 1,5 eləyir. 1,5 eləyir. Baxın, hərəkət istiqamətinə 1,5, hərəkətin əksinə 1,5. Onda buradan yaza bilərik ki, toqquşmadan əvvəlki impulsları yazsaq, baxın, P1 plus P2 bu hissə. Nə yazarıq, müəllimlər? P1-imiz 1,5 minus 1,5 bərabərdir 0. Toqquşmadan əvvəl impulslar cəmi səndəmə 0 imiş ilk impuls. Onda son impuls da 0 olmalıdır. Yəni, cisim sükunətdə qalmalıdır. Ortaq kütlənin sürəti olmalıdır. 0 A variantı. 18-ci məsələdə deyilir ki, oturacağının sahəsi 400 kvadrat santimetr olan silindrik qab biri-biri ilə qarışmayan su və yağ ilə doldurulubdur. Qabın dibindəki hidrostatik təzyiq 625 paskal, suyun kütləsi 2 kiloqram olarsa, yağın kütləsi nə qədərdir? Bu qabı belə çəkək biz, silindrik bir qab çəkək və təsəvvür eləyək ki, su və yağ var. İlk öncə onu qeyd edeyim ki, müəllimlər, rəng uyğunluğu olsun, nisbətən də varsa oxşasın deyə belə yazıram. Yəni, yağ sarı rəngdə, yağ yuxarıda olmalıdır, su aşağıda. Niyə görə? Çünki suyun sıxlığı daha böyükdür. Bu da məsələlərdə yeri gələndə bunu da istifadə edirik, bunu da unutmamalıyıq. İndi baxın, oturacaq sahəsi S bərabərdir. 400 kvadrat santimetri 4 vur üstü -2 yaza bilərəm. Kvadrat metrə keçirəm. Oturacaq sahəsi belədir. İndi bizə deyir ki, burada suyun aşağıda olan, bax bu su var ha, bunun kütləsi 2-dir. Yəni, onda ağırlıq qüvvəsi nə qədər olar, müəllimlər? 20 Newton olarmı? Bir dəqiqə. 20 Newton. İndi yağın ağırlıq qüvvəsinə baxaq. İndi onu bilmirik. Bunu bilmirəm, F yazıram. Və onu bilirəm ki, təzyiqi veribsə, P bərabərdir. F böl S-dir. Ümumi F nə qədərdir? F plus, indi bunu F' yazaq, məsələ biraz F' plus 20 Newton suyun ağırlıq qüvvəsini bilirəm. Və oturacaq sahəsini də bilirəm. 4 vur üstü -2. Bu nəyə bərabərdir? 625-ə. Buradan alarıq ki, F' plus 20 bərabərdir. Deməli, 625-i vururam 4-ə.
2500 10 üstü mənfi 2-də vururam 25 Newton. Deməli f' nə qədərdir? 25 minus 25 Newton. F' 5 tapdımsa 5 Newton. Hansı kiloqram kütləlisinin ağırlıq qüvvəsi 5 Newtondur? Təbii ki 0,5 kiloqramlıq. Düzgün cavab C variantı. 19-cu məsələdə deyilir ki, fotoelektronların maksimal kinetik enerjisinin udulan fotonun dalğa uzunluğundan asılı qrafiki verilibdir. Grafikin A və B nöqtələrinə uyğun fotoelektronların maksimal kinetik enerjilərinin, mənlər burada bəlkə də yaxşı oxunmur, YA-nın YB-yə nisbətini soruşur. Hesablayın. Bildiyimiz kimi Einstein tənliyi H bərabərdir. A çıxış işi plus Y kinetikdir. İndi mən baxıram ki, burada mənə növ verməyib ki, lambda verib. Onda yaza bilərəmmi ki, HC böl lambda bərabərdir. Çıxış işini necə yazırdıq müəllimlər? HC böl lambda max plus Y kinetik. Yəni, tezliyin minimumu dalğa uzunluğunun maksı deməkdir. Ona görə, baxın, bu hədd, bu lambda max, bu qırmızı sərhəd dalğa uzunluğumuzdur bizim. Onda gəlirəm bunu A nöqtəsi üçün əvvəlcə tətbiq edirəm. Yazıram. HC bölünsün. Lambda max bölü 3 yazacağım müəllimlər. 3 qalxırmı bura? Lambda max burada. Bərabərdir. HC bölü lambda max bu çıxış işidir, dəymirəm. Plus YA. Kinetik enerjini A ilə ifadə elədim. Buradan nə aldım? YA bərabərdir. 2HC bölü lambda max. İndi eyni qaydada digərini yazaq. Yəni, İndi 2HC böl lambda. Çünki burada lambda max böl 2, 2 yenə də qalxır. Kəsirin sürətinə bərabərdir. HC böl lambda max plus YB-yə. Buradan nə alırıq YB üçün? YB üçün alıram. Sadəcə HC böl lambda max. İndi baxın, bizdən nəyi soruşur? A-nın B-yə nisbəti. Düzgün cavab A variantı 2. Növbəti 20-ci və sonuncu sualımız belədir. Müxtəlif mənbələrdən gələn koherent işıq şüalarının yollar fərqi delta D-nin, fazalar fərqi delta F-nin verilmiş hansı qiymətlərində bu nöqtədə toplanan dalğaların interferensiyasının maksimum şərti ödənilir. Nədir? Maksimum, minimum şərti ödənməyin ən qısa, ən rahat yadda qalma variantı odur ki, yollar fərqi, belə deyirəm, tam ədəd, yəni natural ədəd vurulsun, lambda almalısınız. Natural ədəd olmalıdır bu. Yəni, burada 2,5, nə bilim 9,2, məsəl üçün deyirəm da tam, 0 tam nə qədərsə, tam görürsünüzsə, bu minimum şərtidir. Deməli, delta D-də nəyə fikir verməliyəm? Natural ədəd olmağına. Bəs F-də nəyə diqqət eləməliyəm? Baxın, bu da bir məntiqi əlaqə qurub yadımızda saxlaya bilərik. Bir dalğa uzunluğu, müəllimlər, baxın, bir dənə dalğa uzunluğu, 2 pi-dirmi? Mən 3 dənə, 4 dənə, 5 dənə dalğa uzunluğu desəm, sayı nə qədər artırıram, dəyişirəm, dəyişim, 2 pi cüt-cüt artmağa məcburdur. Çünki bir dalğa uzunluğu 2 pi-dir. Bu da eyni qaydada 4 pi, 6 pi, 8 pi cüt-cüt artmalıdır. Deməli, F-yə nəyə diqqət edirəm? Yanındakı əmsal, pi-nin əmsalı cüt ədəd olsun. Çünki yoxsa bu delta D-yə uyğun gəlməz, axı biri-birinə uyğun gəlməlidir. Onda baxıram, bir də D-nin əmsalı natural deyil, bu olmaz. 2-də naturaldır, olar. 4-də deyil, olmaz. Daha doğrusu 3-də deyil, olmaz. 4-də də deyil, olmaz. İndi F-yə gəldi, bu artıq D deyil. İndi nəyə diqqət edirəm? P-nin əmsalı cüt ədəddir, yox, cüt ədəd deyil, olmaz. 3 tək ədəddir. 6-ya baxıram, bəli, 4 pi, pi-nin əmsalı cüt ədəddir. Ona görə maksimum şərti 2 və 6-dır C variantı.